Əziz şagirdlər, bugün sizinlə əsas trigonometrik yenilik mövzusuna baxırıq. Deməli, mövzuya keçməzdən əvvəl misal həllərindən öncə bəzi trigonometrik funksiyalar üçün düsturlara baxaq. Əsas trigonometrik yeniliyimiz sinus kvadratı üstəgəl kosinus kvadrat alfa bərabərdir 1 şəklindədir. Tangens alfa vurulsun kotangens alfa 1-ə bərabərdir. Tangens sinusun kosinusa nisbəti kotangens alfa kosinusun sinus alfaya nisbəti ilə tapılır. Burada verilmiş bu trigonometrik eyniliyi hər tərəfini bir dəfə sinus kvadrat alfaya, bir dəfə də kosinus kvadrat alfaya bölsək, bu zaman bu sonuncu iki düsturumuzu alarıq. Gəlin baxaq misal həllərinə. Birinci suala baxaq. Deməli, birinci sualda 1 plus kosinus alfa minus 1 gördüyümüz kimi müxtəsər vurma düsturudur. Yəni kvadratlar fərqinin açılışıdır. Biz bunun əvvəlinə qayıtsaq, kosinus kvadratı alfa minus 1 şəklində yaza bilərik. Üstəgəl. İkinci mötərizəmiz də kvadratlar fərqidir. Yəni bunu da açırıq sinus kvadratı alfa minus 1 formasında. Kosinus kvadrat alfa ilə sinus kvadrat alfanı toplasaq bizə 1 verər. Minus 1, minus 1. 1-lər gedər və cavabımız qalır nə? Mənfi 1. Keçək növbəti sualımıza. 1 çıxaq sinus kvadratı alfa üstə gələk. Tangens kvadratı alfanı dedik ki, tangens sinusun kosinusa nisbətidir. Kvadrat olduğuna görə yazaq sinus kvadratı alfa bölünsün kosinus kvadratı alfa. Vurulsun kosinus kvadratı alfa. Kosinus kvadratı alfalar gedər, sinus kvadratı alfalar islah gedər və cavabda yekunda qalar 1. Üçüncü sual. Sinus alfa 1 olduqda bizdən istəyir kosinus alfa plus kotangens alfanı. Gəlin kosinus alfanı saxlayaq, kotangens alfanın əvəzinə yazaq, kosinus alfa bölək sinus alfa. Ortaq məxrəcə gətirsək, bilirik ki, heç bir məxrəcində heç bir ədəd yoxsa buna 1 yaza bilərik. Ortaq məxrəcimiz sinus alfadır. Sinus alfa deməli, məxrəc 1 olduğundan çatmayan sinus alfadır bu kəsirin. Yəni kosinus alfa vuraq sinus alfa alırıq. Sinus alfa üstə gələk. Kosinus alfa bərabərdir. Yuxarıdan ortaq vuruq kosinus alfanı götürsək, yerində qalır 1 plus sinus alfa. Sinus alfanın qiymətini bilirik, 1-dir, yerinə yazaq. Məxrəcdə də sinus alfanın yerinə 1 yazaq. Alınır 2 kosinus alfa. 2 kosinus alfa. Sinus alfa verildikdə kosinus alfanı 1 minus kök altda 1 minus sinus kvadrat alfa ilə tapırıq. Yəni sinus kvadratın sinusunda qiyməti 1 olduğu üçün yerinə 1 yazsaq, elədik 0, 2-yə də vursaq 0. Baxaq 4-cü sualımıza. Birin əvəzinə elə buradaca sürətdə sinus kvadratı alfa üstə gələk. Kosinus kvadrat alfa yaza bilərik. Yerdə qalanını saxlayaq. Üstə gələk sinus kvadrat alfa. Çıx kosinus kvadrat alfa. Kosinus kvadrat alfalar islah gedər. Məxrəcdə də 4 sinus kvadrat alfaya dəymək. Bərabərdir. Yuxarıda aldıq 2 sinus kvadrat alfa. Məxrəcdə 4 sinus kvadratı alfa. Sinus kvadrat alfalar gedər. 4-dən 2 gedər 2. Yuxarıda 1. Yekun cavabımız oldu. 2-də 1, yəni 0,5. Beşinci sual bundandır. 6-cı suala baxaq. Sinus alfa plus kosinus alfanı veribdir, hasilini istəyir.
Yada saxlayırıq, cəmini verib hasil istədikdə bu verilmiş cəmin hər tərəfini kvadrata yüksəltsək, müxtəsər vurma düsturu ilə ortada hasil alarıq. Yəni, hər tərəfi kvadrata yüksəldək, A plus B-nin mötərizə kvadratını açaq. Yəni, sinus kvadrat alfa plus 2 vurulsun AB, A-nın yerində sinus alfa durur, B-nin yerində kosinus alfa durur. Ona görə də yazıram 2 vuraq sinus alfa, vuraq kosinus alfa. Üstə gələk kosinus kvadratı alfa. Bərabərdir. Kökdə 2-nin kvadratı, kvadratdan kök gedir, qalır 2. Sinus kvadrat alfa üstə gəl kosinus kvadrat alfanın qiyməti bildiyimiz kimi 1-ə bərabərdir. Onda 2 sinus alfa vuraq kosinus alfa bərabərdir. 1-i bərabərliyin digər tərəfinə keçirsək 2 çıxaq 1, yəni 1-ə bərabərdir. Hər tərəfi 2-yə bölsəm sinus alfa kosinus alfa hasilinə 2-də 1, yəni 0,5 taparıq A variantı. Baxaq növbəti sualımıza. 7-ci sual. Mənfi sinus kvadratı alfanın yanına mənfi kosinus kvadratı alfanı gətirib hər ikisinin əlindən mənfini alaq. Yəni nə qalsın? Sinus kvadratı alfa plus kosinus kvadratı alfa. Üstə gələk. Tangens alfa vuraq kotangens alfa bildirik ki, əsas trigonometri yenilimizdir, yəni hasili 1-ə bərabərdir. Sinus kvadrat alfa plus kosinus kvadrat alfanın qiyməti 1-ə bərabərdir. Mənfi 1 plus 1, yəni 0. Baxaq növbəti sualımıza. 8-ci sualı izah elədik. 9-cu sual. 1 bölünsün sinus kvadratı alfa. Gəlin bunu ortaq məxrəcə gətirək. Məxrəci 1-dir. Ortaq məxrəcimiz sinus kvadratı alfadır. Yuxarıda alırıq, çıxaq sinus kvadratı alfa. Vuraq. Tangensin əvəzinə də sinus bölək kosinus yazarıq. Yəni, açsaq sinus kvadratı, tangens kvadratı olduğu üçün sinus kvadratı alfa bölək kosinus kvadratı alfa alırıq. Sinus kvadratı alfalar gedir. 1 minus sinus kvadratı alfa bizə verər kosinus kvadratı alfanı. Yəni, belə bulmanda bu ixtisar gedər, qalar 1. Yəni, C bəndi. Baxaq 11-ci suala. Kök altda 5 minus kosinus kvadrat alfa bərabərdir 2-yə. Bərabərliyin hər tərəfini kvadrata yüksəldək, kökdən canımız qutarsın. Kvadratla kök gedər, qalar 5 minus kosinus kvadrat alfa bərabərdir 4-ə. Kosinus kvadrat alfa məchul çıxılan kimi azalandan fərqi çıxırıq, bərabərdir 1-ə. Görək bizdən nə istəyir? Bizdən sinus alfanı istəyir. Bildiyimiz kimi sinus alfa kök altda 1 minus kosinus kvadrat alfadır. Kosinus kvadrat alfanın yerinə də 1 yazsaq, alarıq nə? 0, yəni C bəndi. On üçüncü suala baxaq. Yenə ortaq məxrəcə gətirək. Gəlin bu ifadə, birinci mötərizədəki ifadəmizi kosinus kvadrat alfa ortaq məxrəcimizdir. 1 minus kosinus kvadrat alfa vuraq. 1 bölünsün tangens kvadrat alfa. Bilirik ki, tangens sinusun kosinusla nisbətidir. 1 bölək olanda tərs çevrilir. Ona görə kosinus kvadratı bölək sinus kvadratı olur. Və yaxud 1 bölək tangens kvadrat alfa tangens kvadrat alfanın tərsidir. Yəni, kosinusun sinusa nisbət olur. Kosinus kvadrat alfalar gedir. 1 minus kosinus kvadrat alfa bizə sinus kvadrat alfanı verir. Yəni, bunlar da ixtisar gedir, qalır 1. Baxaq 15-ci suala.
Bizdən AB hasilini istəyir. A-nın da qiymətini verib, B-nin də gətirin yerinə yazaq. 4 tangens sayfa vurulsun 3 kotangens sayfa. Bilirik ki, tangens vuraq kotangens bizə 1 verir. 4-ü də 3-ə vursaq 12. Yəni A bəndi. 17. Sinus sayfa vurulsun kosinus sayfa. Kotangens sayfa başlayır. Sinus sayfa vuraq. Kotangens sayfanın əvəzinə yazaq kosinus bölünsün sinus. Sinus sayfalar geçsin. Üstə gələk kosinus sayfa. Kosinus sayfanın üstünə kosinus sayfa gələndə 2 dənə kosinus sayfa. On 18-ci suala baxaq. Kotangens sayfanı verib -4. Kotangens sayfa bərabərdir -4-ə. Bu sualın müxtəlif üsullarla həlli var. Gəlin birini deyim. Sinus alfa üstə gələk 2 kosinus alfa. Sinus alfa çıxılsın 2 kosinus alfa. Deməli, kotangens alfa kosinusun sinusa nisbətidir. Kosinus alfa bölək sinus alfa bərabərdir 4 veribdir. Buradan 4-ü məxrəcinə bir yazıb çarpaz vura bilərik. Yəni kosinus alfa harda görsək verilmiş ifadədə yerinə 4 sinus alfa yazarıq. Və yaxud kosinus bölünsün sinus. Əgər məxrəcdəki hansı trigonometrik ifadədirsə, məndən istədiyi ifadənin hər tərəfini ona böləcəm məxrəcə. Yəni hədd və hədd hər birini bölürəm sinus alfaya. Sinus alfa, sinus alfa. Sinus alfa. Bunu da bölürəm sinus alfaya. Yəni sinus alfanı sinus alfaya böldüm 1. Üstə gələk 2. Kosinusu sinusa böləndə kotangens alfa. Məxrəcdə sinusu sinusa böldüm 1 minus 2 kotangens alfa. Bərabərdir. Kotangens alfanı bizə vermişdi -4. 1 üstə gələk 2-ni -4-ə vursam -8. 1 çıxaq 2-ni -4-ə vursam, daha doğrusu -2-ni -4-ə vursam -8. Yəni alıram yekun cavabda -9'da 7. Baxaq 19-cu suala. 19-cu sualda ilə bundandır. Siz baxarsınız. Gəlin baxaq. Deməli 20-ci suala. 20-ci suala ilə şifayədəyək. Burada mənfi sinus kvadrat alfa ilə mənfi kosinus kvadrat alfadan mənfini alsaq, yerində qalır nə? 3 çıxaq sinus kvadrat alfa plus kosinus kvadrat alfa. Sinus kvadrat alfa. Üstə gələk kosinus kvadrat alfa. Bilirik ki, sinus kvadrat alfa kosinus kvadrat alfanın cəmi 1-ə bərabərdir. 3-dən də 1 çıxsaq 2. 21-ci suala baxaq. Kotangens alfa bərabərdir -1-ə. Kotangens alfanın əvəzinə yazaq kosinus bölünsün sinus. Bərabərdir -1-ə. -1-in məxrəcinə 1 yazıb çarpaz vursaq, kosinus alfa bərabərdir -sinus alfaya. Harda verilmiş ifadədə kosinus görsək, gəlin yerinə -sinus alfa yazaq. -sinus deməli -sinus alfanın kubu çıx sinus kub alfa. Məxrəcdə sinus kub alfanı saxlayaq. Çıx 2 sinus kvadrat alfa vuraq. Kosinus alfanı da yerinə yazaq -sinus alfa. Bərabərdir. Deməli, -sinus alfanın kubu tək dərəcə olduğuna görə mənfi olduğu kimi qalır. -sinus kub alfa ilə -sinus kub alfanı toplasaq, -2 dənə sinus kubu alfa alınır. Sinus kubu alfa qalsın məxrəcdə.
Mənfini mənfiyə vursaq müsbət 2 sinus kubu alfa. Sinus kvadrat alfanı sinus alfaya vuranda sinus kubu alfa. 2 sinus kubu alfanın üstünə 2 sinus kubu alfanı gəlsə eləyər 3 sinus kubu alfa. Yuxarıda da mənfi 2 sinus kubu alfa. Sinus kubu alfalar ixtisar gedər, qalar mənfi 3-də 2. Yəni Y bəndi. Baxaq 23-cü suala. Bilirik ki, 1 minus sinus kvadrat alfa bizə kosinus kvadrat alfanı verir məxrəcdəki əsas trigonometrik eynilik düsturuna görə. Sinus alfa vuraq, kosinus alfanı saxlayaq. Kosinus alfa kosinus kvadrat alfanın biri ilə ixtisar gedir, biri qalır. Sinusu kosinusa bölsək, tangens alfa alınır. Baxaq 24-cü suala. Deməli, gəlin bunun ortaq məxrəcə gətirək. 1 plus kosinus alfa ortaq məxrəcimizdir. Sinus kvadrat alfa qalsın. Plus kosinus alfa vuraq. 1 plus kosinus alfa. Bərabərdir. Sinus kvadrat alfanı saxlayırıq. Üstə gələk. Kosinus alfanı vurub atsaq. Kosinus alfa üstə gələk. Kosinus kvadrat alfa alınır. Məxrəcdə 1 plus kosinus alfanı saxlayaq. Bərabərdir. Sinus kvadrat alfa ilə kosinus kvadrat alfanın cəmi bizə 1 verdiyi üçün 1 plus kosinus alfa sürətdə alırıq. 1 plus kosinus alfa məxrəcdə var. İxtisar gedir, qalır 1. Yəni D variantı. Baxaq 26-cı suala. Sinus x vuraq, tangens x plus sinus x vuraq, kotangens x. Gəlin burada sinus x ortaq vuruq alaq. Sinus x yerində qalsın, tangens plus kotangens. Tangensin əvəzinə yazaq. Sinus alfa bölək kosinus alfa və yaxud da x. Burada x veribdir, x yazaq. Üstə gələk. Kotangens x-in də əvəzinə yazaq. Deməli, kosinus x bölək sinus x. Gördüyümüz kimi ortaq sinus x-i saxlayaq. Bundan işimiz yoxdur. Ortaq məxrəcimiz kosinus x vuraq. Sinus x-dir. Məxrəcimiz birinci kəsrin məxrəci kosinus x-dir. Çatmayanı nədir? Sinus x. Deməli, bunun sürətini sinus x-a vururuq. İkinci kəsrin məxrəci sinusdur. Çatmayanı kosinus x-dir. Yəni, bunun da sürətini kosinusa vururuq. Ortaq məxrəcə gətirmə qaydasına əsasən. Alınır sinus kvadratı üstə gəl kosinus kvadratı. Yəni, 1. Sinuslarda ixtisar gedir. Qalır nə? 1 bölək kosinus x. Yəni, C variantı. Baxaq 28-ci sualımıza. Bu sualdan çox istifadə olunur. Ümumiyyətlə, ən yaxşı üsulu da bunun üçün düzbucaqlı üçbucaq qaydasıdır. Yəni, kotangens alfanı bizə veribdir, mənfi 2. Bunun məxrəcinə 1 yaza bilərik. Bizdən istədiyi sinus alfadır. Rubinə də fikir verəcəyik. Yəni, işarəni ruba uyğun götürərik. İndi düzbucaqlı üçbucağımızı çəksək, deməli, kotangens alfa, alfa deyək ki, buradadır. Kotangens alfa bitişik katetin qarşıdakı katetə nisbətidir. Yəni, bitişik katetimiz 2-dir, qarşıdakı katetimiz 1-dir. 2, 2-ni 1-ə bölsək 2-ni verər. Rübümüz də 2-də 3 pi, yəni 270 ilə 360 dərəcə arasında, yəni 4-cü rübdə yerləşir. 4-cü rübdə də bizdən indi istəyir sinus alfanı. Gəlin, Pifaqora görə 1, 2, katetlərin kvadratları cəmi, yəni kök altda 5 hipotenuz üçün taparıq. Onda sinus alfamız bərabərdir. Qarşı katetin hipotenuza nisbəti, yəni 1 bölək kök altda 5. 4-cü rübdə sinusun işarəsi mənfi olduğu üçün yekun cavabda işarəmiz olur mənfi 1 bölünsün kökdə 5. Yəni A variantı.
29-cu suala baxaq. Gəlin bu tangens kvadrat tayfanı içəriyə vurub açaq. Deməli, tangens kvadrat tayfa ilə tangens kvadrat tayfa islah gedir. Kosinus kvadrat tayfa ilə kosinus kvadrat ixtisar gedir. Qalır 1 çıx sinus kvadratı alfa. Bilirik ki, 1 çıx sinus kvadrat alfa kosinus kvadrat tayfaya bərabərdir. Yəni, variantımız olur Y bəndi. Otuzuncu suala baxsaq. Yuxarıda verilmiş kosinus kubu alfa çıx sinus kubu alfa üçün gəlin kublar fərqi düsturunu açaq. Yəni, kosinus alfa çıx sinus alfa kosinus kvadratı alfa plus kosinus alfa sinus alfa üstə gələk sinus kvadratı alfa şəklində açılır. Məxrəc olduğu kimi qalsın. 1 plus sinus alfa kosinus alfa bərabərdir. Deməli, burada kosinus kvadrat alfa plus sinus kvadrat alfa 1 verir. 1 plus kosinus alfa sinus alfa eynən məxrəcdəki ifadədir. Yəni, bu mötərizə ilə bu ixtisar gedir. Qalır nə? Kosinus alfa çıx sinus alfa. Yəni, Y bəndi. Gəlin baxaq 31-ci suala. Deməli, 31-ci sualda kosinus alfa qalsın mötərizənin çölündə. Bunu belə yazaq, daha qəşəng görün. 1 plus tangens alfa üstə gələk 1 bölünsün kosinus alfa. Qruplaşdıraq. 1 plus tangens alfa çıxılsın 1 bölək kosinus alfa. Bərabərdir. Gördüyümüz kimi bu bizə verir kvadratlar fərqini. Bu A-nın yerində durub, bu da B-nin yerində durub. A, bu da B. Yəni, A plus B, A minus B. Bu da verir bizə A kvadrat çıxaq B kvadrat. Yəni, 1 plus, kosinus alfanı axırda yazaram. 1 plus tangens alfanın kvadratı çıxaq 1 bölünsün kosinus kvadratı alfa. Vurulsun kosinus alfanı saxlayaq. Bərabərdir. Bunu atsam 1 plus tangens kvadrat alfanı atsaq. Alarıq 1 plus, belə yazacağım. Tangens kvadratı alfa plus 2 tangens alfa. Yəni, A plus B-nin mötərizə kvadrat kimi açdıq. Çıxaq 1 bölünsün kosinus kvadratı alfa. Deməli, əsas trigonometri yeniliyimizdən dedik ki, biz bu 1 plus tangens kvadratı alfa bizə nəyi verir? Biz bunun əvəzinə yaza bilərik. 1 bölünsün kosinus kvadratı alfa. Üstə gələk 2 tangens alfa çıx 1 bölünsün kosinus kvadratı alfa. Mənfi kosinus kvadrat alfa ilə müsbət kosinus kvadrat alfa islah gedər. Vurulsun kosinus alfa dursun. Bərabərdir. Tangensin əvəzinə gəlin buranı silək. Geriyə qalanı deməli buradan yazıram. 2 tangens alfa vurulsun kosinus alfa qaldı da ifadəmizdə. Bu mötərizədəydi. Deməli, 2 tangens alfanın əvəzinə tangensi açaq sinus bölünsün kosinus alfa kimi vuraq kosinus alfanı saxladıq. Kosinus alfalar geçsin, qalsın 2 sinus alfa. Yəni, cavabımız olur C bəndi. Baxaq növbəti sualımıza.
32-ci sualımızda deməli, yuxarıda bizə kublar fərqi verilib. Gəlin elə buradaca açaq. Sinus alfa çıx kosinus alfa, sinus kvadratı alfa, üstə gələk kosinus kvadratı alfa, üstə gələk sinus alfa vuraq kosinus alfa. Bunu yanaşı yazdım ki, daha rahat görəsiniz eyniliyi. Aha, məxrəcdə də sinus alfa çıx kosinus alfanı saxlayaq. Kosinus alfa. Bununla da elə sürət ixtisar gedər. Çıx sinus alfa vuraq, kosinus alfa ifadəmizi də yazaq. Bilirik ki, sinus kvadrat alfa ilə kosinus kvadrat alfanın cəmi bizə 1 verir. Onda yazaq 1 üstə gələk sinus alfa vuraq kosinus alfa, çıx sinus alfa, kosinus alfa. Bunlar islah gedər, qalar. İlkin cavabımız 1, yəni C bəndi. Baxaq 33-cü suala. Deməli, 0,3 plus sinus alfa, 0,3 minus sinus alfa. Bu nədir? Kvadratlar fərqi. Gəlin açaq. Dövrdə 3-ü 9-da 3, yəni 3-də 1 yaza bilərəm. Onda yazıram birbaşa 3-də 1-in kvadratı çıxaq sinus kvadratı alfa. Üstə gələk. Eyni qaydada ikinci ifadəmiz kvadratlar fərqi verdiyi üçün 3-də 2 kökdə 2-nin kvadratı. 2 kökdə 2-ni bilirik ki, kökdə 8 yaza bilərik. Bunun kvadratı çıx kosinus kvadratı alfa. Bərabərdir. 3-də 1-in kvadratı 9-da 1 eləyər. Mənfi sinus kvadrat alfa ilə mənfi sinus kosinus kvadrat alfadan mənfini əllərindən alsam, sinus kvadrat alfa plus kosinus kvadrat alfa alınar. Üstə gələk. 3-də kökdə 8-in kvadratı eləyər. 9-da 8. Bu bizə verər 1, əsas trigonometri yeniliyimizə görə. 9-da 1-in üstünə 9-da 8 gəlsək eləyər 1. Aldıq ki, 1 minus 1, yəni 0. Yəni C variantı. 34-cü suala baxaq. Deməli, burada sinus üstü 6 alfa plus kosinus üstü 6 alfanı biz belə yaza bilərik. Sinus kvadratı alfanın kubu üstə gələk kosinus kvadratı alfanın kubu. Məqsədimiz nədir? Burada kublar cəmini açaq. Sonra görək nə edirik. 3 sinus kvadratı alfa kosinus kvadratı alfanı olduğu kimi saxlayaq. Bərabərdir. Kublar cəmini tətbiq eləsək, birinci mötərizədə nə alınır? A plus B, yəni sinus kvadrat plus kosinus kvadrat. Onun da qiyməti 1 elədiyi üçün birbaş 1 yazıram. Vuraq. Deməli, sinus üstü 4 alfa. Üstə gələk. İkinci mötərizəmiz. Kosinus üstü 4 alfa minus, burada toplam olduğu üçün sinus kvadratı alfa vuraq kosinus kvadratı alfa. Da biri də nəyə vursaq həmin ifadənin özü edər deyə mötərizədə yazmıram. Birbaş yazaq. Üstə gələk. 3 sinus kvadratı alfa vuraq kosinus kvadratı alfanı da saxlayaq. Bərabərdir. Sinus üstü 4 alfa üstə gələk. 3 sinus kvadrat alfa kosinus kvadrat alfa ilə mənfi sinus kvadrat alfanı toplasam 3 dənədən 1 dənəni çıxmaq deməkdir. Qalar 2 dənə sinus kvadratı alfa. Vuraq kosinus kvadratı alfa. Üstə gələk. Burada bizim varımız idi kosinus üstü 4 alfa. Onda olduğu kimi yazıram. Bərabərdir. Bu da bizə nəyi verər? A-nın kvadratı 2 vuraq, A vuraq, B. Üstə gələk B-nin kvadratı. Həqiqətən bu üstü 4-lər kvadratların kvadratlarıdır da. Deməli, bu bizə nəyi verir? A plus B-nin mötərizə kvadratını. Yəni, sinus kvadratı alfa plus kosinus kvadratı alfanın kvadratı. Bildiyimiz kimi, bu əsas trigonometrik yenilikdən 1-dir. Birində kvadratı ilə yenə 1-ə bərabərdir.
D bəndi. Baxaq 36-cı sualımıza. Deməli, 2 kosinüsü 4 alfa. Gəlin bunu saxlayaq. Kosinüsü 4 alfa dursun. Tangens kvadratı alfanın əvəzinə nə yazaq? Sinus kvadratı alfa bölək kosinus kvadratı alfa. 4 dənə ilə 2 dənənin adı buradan ixtisar aparaq. O qalsın. Üstə gələk. Bu sinüsü 4 alfanın əvəzinə belə yaza bilərik də. Sinus kvadratı alfanın kvadratı üstə gələk. Eynini kosinus üçün də yazıram. Kosinus kvadratı alfanın kvadratı bərabərdir. 2 deməli burada aldıq. Kosinus kvadratı alfa vuraq sinus kvadratı alfa. Üstə gələk. Bunu atsaq çıxarılışla. Çıxarılış düsturumuz nə idi? A plus B-nin mötərizə kvadratı çıxaq 2AB. Yəni sinus kvadratı alfa plus kosinus kvadratı alfanın kvadratı çıx. 2 vurulsun. Sinus kvadratı alfa vuraq kosinus kvadratı alfa. Elə bu mənfi 2 sinus kvadratı kosinus kvadratı alfalar gedir. Qalır nə? Bu ifadə. Bu ifadənin də qiyməti 1-ə bərabər olduğundan 1-in kvadratı eləyir 1. Baxaq növbəti sualımıza. Bizə deyir ki, tangens alfa 2-yə bərabərdir. Bizdən də sinus və kosinusun qiymətləri olsa kvadratlarını hesablaya bilərik. Gəlin bunu da nə ilə eləyək? Düzbucaqlı üçbucaqdan. Ən yaxşı variant. Deməli, tutaq ki, alfamız buradadır. Tangens alfa qarşı katetin bitişik katetə nisbəti ilə tapılır. Əgər 2 veribdirsə, deməli məxrəci 1 imiş. 2 1-ə görə düzbucaqlı üçbucaqdan Pifagora görə hipotenuza kökdə 5 tapırıq. Gəlin burada sinus alfanı hesablayaq. Sinus alfa nədir? Qarşı katetin hipotenuza nisbəti 2 bölünsün kökdə 5. Kosinus alfa bərabərdir. Deməli, 1 bölünsün kökdə 5. Aha, artıq bu üçbucaq bizə lazım deyil. Sinusu tapdıq, kosinusu tapdıq. Gəlin verilən ifadədə aparaq yerinə yazaq. Bizdən nə istəyir? 3 vurulsun. Sinus kvadratı alfa. Sinusun qiyməti 2-də kökdə 5-dir. Kvadratı 5-də 4. Üstə gələk 2. Sonra 4 üstə gələk 5 vurulsun kosinus kvadratı. Kosinusun qiyməti kökdə 5-də 1-dir. Kvadratı 5-də 1 eləyir. Bərabərdir. 5-lər gedər, məxrəcdə alınar. 5. Sürətdə alındı. 5-də 12. Üstə gələk 2. Gəlin 2-nin əvəzinə də 5-də 10 yazaq. Daha rahat hesablayaq. Bərabərdir. Məxrəcimiz 5-dir. Yuxarıda aldıq nə? 5-də 12-nin üstə 10 gəlsək 22. O da bərabərdir. Bunu 5-ə kəsr xətti bilirik ki, bölmə əməlini əvəz edir. Bu 5 düşür buradan məxrəcə. Olur nə? 25-də 22. Yəni D variantı. 38-ci sualımızda eynən bundandır. Düzbucaqlı üçbucaqla yazırıq. 39-cu sualımızı da o qayda ilə yaza bilərik və yaxud izah elədim ona aid. Baxaq 40-cı suala. Funksiyanın qiymətlər oblastını tapaq. Deməli, bilirik ki, sinus x, kosinus x-in ümumiyyətlə qiymətlər çoxluğu -1, 1 parçasıdır. Sinus x vuraq, kosinus x çıxaq 2-də 1. Gəlin bu sinus x, kosinus x-ı sinus 2 alfa düsturuna gətirək. Sinus 2 alfanın açılışı nətər idi? Sinus 2 alfa, 2 sinus alfa, kosinus alfa şəklində tapılırdı. Bizdə deməli, sinus alfamız var, kosinus alfamız var, ikimiz çatmır. Onda bu bərabərliyin hər tərəfini həm 2-yə vuraq, həm bölək. Yuxarıda alarıq nəyi? Sinus 2 alfa bölünsün 2, çıxılsın 2-də 1.
bərabərdir. Dedik ki, sinüsun qiymətləri nədir? Mənfi 1, 1. Gəlin yerinə yazaq. 2-də 1-i saxlayaq. Sinüsun yerinə yazıram. Mənfi 1, 1. Çıx 2-də 1. Bərabərdir. 2-də 1-i mənfi 1-ə vursaq. Mənfi 2-də 1. Çıx 2-də 1. Eyni işarələrin toplanmasıdır. Özləri toplanır, işarə qalır. Mənfi 1. 2-də 1-i müsbət 1-ə vursam. 2-də 1. 2-də 1-ini çıxsam 0. Onda alıram nə? Yekun cavabda mənfi 1, 0 parçası. Yəni Y variantı. Yox, A variantı. 41-ci cavabını dedim. Aha, 41 də bundandır. 42 biraz fərqli formasıdır. Buna da baxaq gəlin. Deməli, sinus y bərabərdir. Sinus kvadrat x, kosinus kvadrat x. Ümumiyyətlə, gəlin bunu bir dəfə izah edeyim. İndən sonra harada sinus kvadrat x gördük, yerinə elə yazar kosinus kvadrat x. Sinus kvadrat x, kosinus kvadrat x-in əvəzinə belə yazıram. Sinus x vuraq kosinus x. Bir də vuraq sinus x, vuraq kosinus x. Aha, yaza bilərik də kvadratları verir. İndi yenə bunun çatmayanı nədir? 2. Həm vururam, həm bölürəm. Bunun çatmayanı nədir? 2. Həm vururam, həm bölürəm. Üstə gəl 3-ünü də saxlayaq. Bərabərdir. Deməli, aldım nə? 2-də 1 sinus 2 alfa. Bu bizə sinus 2 alfanı verdi. Bu da bizə verdi sinus 2x-i. Sinus 2x. Sinus 2x-i sinus 2x-a vursaq, sinus kvadratı 2x. 2-də 1, 2-də 1-ə vursaq, 4-də 1. Gəlin bir baş, 4-də 1 yazaq. 4-də 1 sinus kvadratı 2x. Üstə gələk 3. Aha, sinus kvadratı 2x-in qiymətləri nədir? 0, 1. Gəlin yox, hesablayaq. 4-də 1-i 0-a vururuq əvvəlcə 0, üstünə 3 gəldikdə 3. 4-də 1-i 1-ə vururuq 4-də 1, üstünə də 3 gələndə 3 tam 4-də 1. Gəlin baxaq. 43-cü sual ilə bundandır. 44-cü suala baxaq. Deməli, sinus alfa üstə gələk kosinus alfa bərabərdir A-ya. Bizdən istəyir kublar cəmini. Gəlin açaq. Burada elə bunun hər tərəfini kvadrata yüksəldək. Hasili tapaq, çünki orada bizə lazım olacaq bu. Bunun hər tərəfini kvadrata yüksəlsək nə alınır? Sinus kvadratı plus kosinus kvadratı, yəni 1 üstə gələk. Sinus alfa kosinus alfa bərabərdir A-nın kvadratına. Biri də bərabərliyin digər tərəfinə tullasaq, yəni alarıq nə? Deməli, 2 sinus alfa kosinus alfa üçün A kvadratı minus 1 alarıq. Hər tərəfi 2-yə bölsək, A kvadratı minus 1 bölünsün 2. Deməli, yekunda tapdıq ki, sinus alfa vuraq kosinus alfanın qiyməti budur. Gəlin, indi bizdən nə istəyir? Kublar cəmini istəyir. Gəlin, açaq bunu bəri başdan. Sinus alfa üstə gələk. Kosinus alfa. İkinci mötərizəmiz. Sinus kvadrat alfa. Çıx. Gəlin, üstə gəl. Kosinus kvadratı alfa minus sinus alfa. Kosinus alfa yazaq. Daha yaxşı görə bilək düzdürü. Məxrəcdə də 2. Bərabərdir. Sinus alfa plus kosinus alfanın qiyməti var. A-dı yerinə yazıram. Sinus kvadrat plus kosinus kvadrat alfa bizə 1 verir. Minus. Sinus alfa kosinus alfaya da incə ifadə tapdıq. Nə aldıq? Yəni bu kəsir xəttini biraz aşağıdan çəkim. Mani olmasın bizə. A vurulsun. 1 minus. Deməli 2-də A kvadratı minus 1. Məxrəcdə də 2. Bərabərdir. Buna ortaq məxrəc tapaq. 2. Deməli A vurulsun. 2-də 2 minus A kvadratı minus qarşıdakı işarə mənfi olduğuna görə olur. Üstə gələk 1. Bölə 2. Bərabərdir. Yuxarıda aldıq nə? A vurulsun. Deməli 3 minus A kvadratı. 2 düşür məxrəcə.
Məxrəcdə alınır nə? 4. Bunu da vurub açıblarsa, biz də vuraq açaq. Vurub açsaq 4-də 3A çıxaq A-nın kubu şəklində yaza bilərik. Yəni D variantı. Bax, növbəti sualımıza. 45 bundandır. 46-cı sual. Əgər altına ortaq vuruq alsaq, mötərizənin içində nə qalır? Sin üstü 4. Gəlin buna da kvadratın çıxarılış tətbiq eləyək. Yəni sin kvadratının kvadratı biz kosinus kvadratının kvadratı kimi görək. Onda bunu belə yaza bilərik. Sin kvadratı alfa plus kosinus kvadratı alfa nın kvadratı minus 2 sinus kvadratı alfa kosinus kvadratı alfa bərabərdir. Bu bizə verər 1. Onda alırıq. 6 vuraq. 1 minus 2 sinus kvadrat alfa. Sinus kvadrat alfa kosinus kvadrat alfanı belə yaza bilərik. Sinus alfa vurulsun kosinus alfa. Vuraq sinus alfa kosinus alfa. Bərabərdir. İndi bunun sinus 2 alfa olması üçün ikisi çatmır. Ona görə 2-yə həm vururam, həm bölürəm. Amma bu özü bizə sinus 2 alfanı verir. Belə aldıq. 6-nı da vurub açsaq, 6 çıxaq. Bu bizə nə verdi? Sinus 2 alfa. Bu da bizə verdi nə? Sinus 2 alfa. 6-nı vurub açsam 6 çıxaq. 6 ilə 2 gedir, qalır 3. Yəni 3. Sinus 2 alfanı sinus 2 alfaya vursam, sinus kvadratı 2 alfa. O da bərabərdir. Sinus kvadratı 2 alfanın qiyməti 0, 1 ola bilər. Gəlin hesablayaq. 6 çıx. 3-ü 0-a vursam 0 eləyər, yəni alınar 6. Bir dəfə də 6 çıx. 3-ü 1-ə vursam 3, yəni eləyər 3. Yekun cavabımız oldu 3, 6 parçası. Baxaq 48-ci suala. Deməli, bizə verilibdir sinus alfa vur kosinus alfanın qiyməti 8-də 3 kimi. Bizdən istədiyi moduldur. Biz bunu belə yaza bilərik. 3 vuraq, modulun əvəzinə yazaraq kök altda sinus alfa çıx kosinus alfanın kvadratı. Dedi ki, hasili bu kvadrata yüksəltmədə ala bilirik də ortada 2 vuraqla. Ona görə də bunu kvadrat yazırıq. Həqiqətən qayıdıb kvadratla kökü ixtisar eləsək, kökün dərəcəsini bu modulda çıxar. Yəni, səhv yazmalıq. Əvvəlki ifadəyə bərabər ifadə yazmışıq. 3 vuraq kök altda. Bunu açsaq, sinus kvadratı plus kosinus kvadratı minus 2 sinus alfa kosinus alfa. Sinus kvadrat alfa plus kosinus kvadrat alfa minus 2 sinus alfa kosinus alfa şəklində aça bilərik. Bu da bərabərdir. Sinus kvadrat alfa plus kosinus kvadrat alfa bizə 1 verir. Alır. Sinus alfa kosinus alfanın da qiymətini veribdir özü bizə. Deməli 8-də 3. Gətirin qiymətləri yerinə yazaq. Onda alırıq. 3 vuraq. Kök altda 1 minus 2 ilə 8 gedir, 4-də 3. 1-dən 4-də 3-ü çıxmaq 4-də 4-dən 4-də 3 çıxmaq deməkdir. Yəni alınır nə? 3 vuraq kök altda 4-də 1. 4-də 1-dən çölə 2 çıxır, 2-də 1 çıxır. 3-ü 2-də 1-ə vurmaq, yəni 3-ün yarısı 1,5 deməkdir. Dokuzuncu sual bundandır. 50-ci suala baxaq. Gəlin burada sinus kvadrat alfanı saxlayaq. Sinus kvadrat alfa. Bunlardan mənfini əlindən alsaq, sinus üstü 4 ilə kosinus 4-dən. İçəridə alınar çıxağı. Bunu da yaza bilərik kvadratlar fərqi kimi. Sinus kvadrat alfa çıxaq kosinus kvadrat alfa.
Sinus kvadratı alfa üstə gələk kosinus kvadratı alfa. Bu üstə gələk bizə 1 verir. Bunu atırıq. Daha doğrusu 1-i nəyə vursaq ifadənin özünü verir. Aşağıda da eyni işi görək. Kosinus kvadrat alfanı saxlayaq. Mənfini əlindən alaq. Bu da bizə versin. Kosinus kvadrat alfa çıxaq sinus kvadrat alfa. Bir dəfə də kosinus kvadratı alfa üstə gələk sinus kvadratı alfanı. Bərabərdir. Yenə bu bizə 1 versin. Qarşıdakı işarəyə görə mötərizəni atsaq. Sinus kvadratı alfa çıxaq sinus kvadratı alfa üstə gələk kosinus kvadratı alfa. Qarşıdakı işarə mənfi olduqda içəridəkilər işarəsinin əksinə dəyişir. Məxrəcdə də eyni qayda ilə kosinus kvadratı alfa çıxaq kosinus kvadratı alfa plus sinus kvadratı alfa kimi yazırıq. Buradan sinus kvadratı alfalar islah gedir, kosinus kvadratı alfalar islah gedir. Kosinus kvadratını sinus kvadratına bölsək, kotangens kvadratı alfa alarıq. Yəni C variantı. Baxaq 51-ci suala. Sinus kvadrat alfa çıxaq 5 sinus alfa. Burada sinus alfaya t kimi baxsaq, t kvadrat çıxıq 5t plus 6. Yəni kvadrat üçədinin vuruqları ayrılmasıdır. Bilirik ki, düsturumuz kvadrat üçədildə nətər idi? X minus x1 a vurulsun, x minus x2. Yəni kökləri bir dəfə x-dan çıxırdıq. İndi bizdə x-in yerində bizdə sinus alfa durubdur. Onda bunu belə vuruqlarını ayıra bilərik. A da 1-ə bərabərdir. Sinus alfa minus. Bu tənliyin hasili, köklər hasili 3 verən, cəmi müsbət 5 verən hansı ədədlərdir? Müsbət 3, müsbət 2-dir. Deməli, mən bunu belə yazacağam. Müsbət 3-dürsə, sinus alfa çıxaq 3, sinus alfa çıxaq 2. Sinus alfa çıx 2. Həqiqətən qayda vurub atsaz görərsiniz ki, eyni ifadə alınır. Sonra məxrəcdə hasili mənfi 1, cəmi müsbət 2 eləyən, mənfi 2 eləyən hansı ədədlərdir? Elə bir mənfi 1. Bu elə bizə düsturdur da 1-1. Deməli, bu verir nəyi? Burada sinus alfadır, kosinus alfa deyil. Gəlin burada kosinus kvadratı, o 1 çıxaq kosinus kvadratı alfanın əvəzinə nə yaza bilərik? Sinus kvadratı alfa yaza bilərikmi? Gəlin elə yazaq. Kosinus kvadratı alfa çıx 1. Bunu yanaşı yazıram. Üstə gələk 2 sinus alfa. Deməli, bu bizə 1-dən kosinus kvadrat alfanı çıxanda bizə nəyi verirdi? Sinus kvadrat alfanı vermirdi. Deməli, mən bunun əvəzinə mənfi sinus kvadrat alfa yaza bilərəm. Buradan da ortaq vuruq nəyi alıram? Sinus alfanı götürsəm, ortaq vuruq kimi bərabərdir. Sürət olduğu kimi qalsın. Sinus alfa minus 3. Sinus alfa minus 2. Məxrəcdən sinus alfanı, gəlin mənfi sinus alfanı əlindən alaq. Yerində qalsın nə? Sinus alfa çıx 2. Ki, yuxarı ilə ixtisar geçsin. Bunları da ixtisar aparsam, nə qalır? Məxrəcdə qalır. Mənfini də yuxarıya verək. Yuxarıda alınır. Mənfini verdikdə yerləri dəyişir. 3 çıx sinus alfa. Aşağıda da sinus alfa. Yəni sinus alfada 3 çıx sinus alfa. Yəni D bəndi. Baxaq 52-ci suala. 1 minus kosinus x-i saxlayaq. Sinus x çıx. Kotangens x-in əvəzinə yaza bilərik. Kosinus x bölək sinus x bərabərdir. Gəlin ortaq məxrəcə gətirək. Ortaq məxrəcimiz sinus x vurulsun 1 minus kosinus x-dir. Bunun çatmayanı sinus x-dir. Sinus x. Bu sürətdə çatmayanımız isə məxrəcində sinus x var. Çatmayanı nədir? 1 minus kosinus x-dir.
Yəni, vuraq açaq. Sinus x-i sinus x-ə vursaq sinus kvadratı x. Çıxaq. Kosinusu 1-ə vursam kosinus x. Mənfi kosinusu mənfi kosinusa vursam müsbət kosinus kvadratı x. Kosinus kvadratı x ilə sinus kvadratı x-i toplasaq 1 verər. Yuxarıda alınar 1 çıx kosinus x. Yəni, bundan bu ifadə ixtisar gedər. Qalar nə? 1 böl sinus x şəklində. Yəni, D variantı. 53-cü suala baxaq. Deməli, 1 plus sinus x bölək kosinus x bərabərdir 3-də 1-ə. Bizdən istədiyi də kosinus x bölək 1 minus sinus x-dir. Gəlin bu verilən kəsrin sürətini də məxrəcində bu sürətin belə deyək də qoşmasına, yəni mənfisinə vuraq ki, bizə kvadratlar fərqi versin. Görək nə ilə anlandıra bilirik. 1 çıxaq sinus x, 1 üstə gələk sinus x, məxrəcdə də alırıq kosinus x vuraq, 1 çıxaq sinus x. Deməli, yuxarı bizə verir bərabərdir 3-də 1-ə. Yuxarı bizə verir 1 minus sinus kvadratı x. 1 minus sinus kvadratı x da bilirik ki, kosinus kvadratı x-ə bərabərdir. Bölək kosinus x 1 minus sinus x bərabərdir 3-də 1-ə. Kosinusun biri məxrəcdəki kosinusla getsə, alırıq kosinus x bölünsün 1 minus sinus x bərabərdir 3-də 1. Elə bizdən istədiyi ifadə də həmin buna bərabərdir, yəni 3-də 1. Baxaq 54-cü suala. 1 minus, gəlin tangens x-in əvəzinə yazaq sinus x bölək kosinus x. Məxrəcdə də 1 plus tangens kvadratın əvəzinə yazaq sinus kvadratı x bölək kosinus kvadratı x. Gəlin əvvəlcə bu kəsri sadələşdirək, sonra ikinci kəsri sonra toplayarıq. Bərabərdir. Buradan alırıq nə? Kosinus x da kosinus x ortaq məxrəcə gətirsək, çıxaq sinus x. Məxrəcdə də alırıq kosinus kvadratı x. Yuxarıda da kosinus kvadratı x üstə gələk sinus kvadratı x. Bildiyimiz kimi bunun cavabı bizə verəcəkdir 1. Bərabərdir. Kosinus x da kosinus x çıx sinus x. Kəsr xətti bölmə əməlini əvəz edir. Aşağıda aldıq 1 bölək kosinus kvadratı. Tərsinə vursaq 1 də kosinus kvadratı alırıq. Kosinus kvadratı ilə kosinus x getsin. Bir dənəsi alındı nə? Kosinus vurulsun. Kosinus x çıxaq sinus x. Bunu da vurub açaq. Kosinus kvadratı x çıx kosinus x sinus x. Bu dursun. Gəlin indi ikinci kəsrin məxrəci sadələşdirək. Yəni, bu dəfə də nə yazırıq? 1 plus kotangens. Kotangensin əvəzinə nə yazaq? Kosinus x bölək sinus x. Məxrəcdə də eyni qaydada 1 plus kosinus kvadratı x bölək sinus kvadratı x bərabərdir. Sürəti ortaq məxrəcə gətirsək, sinus x da sinus x üstə gələk kosinus x alırıq. Vuraq, kəsr xətti bölmə əməlini əvəz edir. Burada alacağıq yuxarıda sinus kvadratı üstə gələk kosinus kvadratı, yəni 1. Kəsr xətti bölmə əməlini əvəz edir. Vurmaya çevirsək tərsinə yazacağıq. 1 də sinus kvadratı x. Sinus kvadratının biri məxrəclə getsin.
Vuraq açaq. Nə aldıq? Sinus kvadrat x üstə gələk. Sinus x vuraq kosinus x. Deməli, biz bu ifadə ilə bu yekunda aldığımız ifadəni toplamalıyıq. Gəlin yazaq. Kosinus kvadratı x çıx kosinus x sinus x üstə gələk. Sinus kvadratı x üstə gələk. Sinus x kosinus x. Mənfi, müsbət sinus kosinus x-lar gedir. Kosinus kvadratının üstə sinus kvadratını gəlsək, alınır 1. Hadi 3-cü suala baxaq. Deməli, 1 plus sinus x bölək kosinus x bərabərdir 3-də 1-ə. Bizdən istədiyi də kosinus x bölək 1 minus sinus x-dir. Gəlin bu verilən kəsrin sürətini də məxrəcini də bu sürətin belə deyək də qoşmasına, yəni mənfisinə vuraq ki, bizə kvadratlar fərqi versin. Görək nə ilə anlandıra bilirik. 1 çıxaq sinus x, 1 üstə gələk sinus x, məxrəcdə də alırıq kosinus x vuraq, 1 çıxaq sinus x. Deməli, yuxarı bizə verir bərabərdir 3-də 1-ə. Yuxarı bizə verir 1 minus sinus kvadrat x. 1 minus sinus kvadrat x da bilirik ki, kosinus kvadrat x-ə bərabərdir. Bölək kosinus x 1 minus sinus x bərabərdir 3-də 1-ə. Kosinusun biri məxrəcdəki kosinusdan getsə, alırıq kosinus x bölünsün 1 minus sinus x bərabərdir 3-də 1. Elə bizdən istədiyi ifadə də həmin buna bərabərdir, yəni 3-də 1. Baxaq 54-cü suala. 1 minus, gəlin tangens x-in əvəzinə yazaq. Sinus x bölək kosinus x. Məxrəcdə də 1 plus tangens kvadratın əvəzinə yazaq. Sinus kvadrat x bölək kosinus kvadrat x. Gəlin əvvəlcə bu kəsri sadələşdirək, sonra ikinci kəsri sonra toplayarıq. Bərabərdir. Buradan alırıq nə? Kosinus x da kosinus x ortaq məxrəcə gətirsək, çıxaq sinus x. Məxrəcdə də alırıq kosinus kvadratı x. Yuxarıda da kosinus kvadratı x üstə gələk sinus kvadratı x. Bildiyimiz kimi bunun cavabı bizə verəcəkdir 1. Bərabərdir. Kosinus x da kosinus x çıx sinus x. Kəsr xətti bölmə əməlini əvəz edir. Aşağıda aldıq 1 bölək kosinus kvadratı. Tərsinə vursaq 1 də kosinus kvadratı alırıq. Kosinus kvadratı ilə kosinus x getsin. Bir dənəsi alındı nə? Kosinus vurulsun. Kosinus x çıxaq sinus x. Bunu da vurub açaq. Kosinus kvadratı x çıx kosinus x sinus x. Bu dursun. Gəlin indi ikinci kəsrin məxrəci sadələşdirək. Yəni bu dəfə də nə yazırıq? 1 plus kotangens. Kotangensin əvəzinə nə yazaq? Kosinus x bölək sinus x. Məxrəcdə də eyni qaydada 1 plus kosinus kvadratı x bölək sinus kvadratı x. Bərabərdir. Sürəti ortaq məxrəcə gətirsək, sinus x da sinus x üstə gələk kosinus x alırıq.
vuraq. Kəsr xətti bölmə əməlini əvəz edir. Burada alacağıq yuxarıda sinus kvadratı üstə gəlir kosinus kvadratı, yəni 1. Kəsr xətti bölmə əməlini əvəz edir. Vurmaya çevirsək tərsinə yazacağıq. 1-də sinus kvadratı x. Sinus kvadratının biri məxrəclə getsin. Vuraq, açaq. Nə aldıq? Sinus kvadratı x üstə gələk. Sinus x vuraq, kosinus x. Deməli, biz bu ifadə ilə bu yekunda aldığımız ifadəni toplamalıyıq. Gəlin yazaq. Kosinus kvadratı x çıx kosinus x sinus x üstə gələk. Sinus kvadratı x üstə gələk. Sinus x kosinus x. Mənfi, müsbət sinus kosinus x-lar gedir. Kosinus kvadratının üstə sinus kvadratını gəlsək, alınır 1. Y bərabərdir 1 bölünsün sinus kvadratı. X üstə gələk 1 bölünsün kosinus kvadratı x. Bizdən funksiyanın qiymətlər çoxluğunu istəyir. Gəlin 1 bölünsün sinus kvadratının əvəzinə yazaq 1 plus tangens kvadratı x. Əsas trigonometri yenilikdən. 1 bölünsün kosinus kvadratının əvəzinə də yazaq 1 plus kotangens kvadratı x. Bərabərdir. 2 üstə gələk tangens kvadratı x. Üstə gələk. Kotangensin əvəzinə 1 bölünsün tangens kvadratı x yaza bilərik. Deməli, Koji bərabərsiyinə görə qarşılıqlı tərs funksiyaların qiymətləri 2 daxil olmaqla müsbət sonsuzluqdur. Onda üstünə də 2 gəlsəm, nə alaram? 4 müsbət sonsuzluq C bəndi. Altıncı suala aid dedik. Tangensi sinus bölək kosinus yazaq. Sinusu da 2 kosinus deyə tapıb, gətirib burada ifadədə yerinə yazırıq. 57-ci suala baxaq. Deməli, kotangens bizə veribdir 34-də 7x-i 7-yə bərabər eləyibdir. Bizdən istəyir kosinus 17-də 7x. Fikir versəz, bu kosinus 17-də 7x-in əvəzinə 2 vurulsun 34-də 7x yaza bilərəm. Həqiqətən 2 ilə 34 gedir, burada 17 qalır. Yəni, ifadəmiz doğrudur. Buna da bir alfa kimi baxsam, bu kosinus 2 alfaya oxşuyurmu? Kosinus 2 alfanı açsaq, deməli, kosinus kvadratı 7x bölək 34 çıxaq. Sinus kvadratı 7x bölək 34. Bərabərdir. Bizdə qiymət verilibdir kotangensin. Kotangensin qiyməti verilibdirsə, kosinus sinusu nə ilə tapırdıq? Düzbucaqlı üçbucaqla. Deməli, kotangens alfa bitişik katetin qarşı katetə nisbəti ilə tapılır. Yəni, 7 1-ə görə hipotenuzumuzu tapsaq, kök altda 50. Bunu da yazarıq. 25 vurulsun 5. Yəni 5 kök 25 vuraq 2 bağışlayın. 5 kökdə 2. Aha. Deməli tapdıq ki, hipotenuzumuz budur. Deməli kosinus bitişik katetin hipotenuza nisbətidir. Yəni 7 bölünsün 5 kökdə 2-dir. Çıxaq kvadratı çıxılsın. Sinusun da əvəzinə deyərik 1 bölünsün 5 kökdə 2-nin kvadratı. Yəni, alırıq 50-də 49 çıxılsın 50-də 1. Bu da bərabərdir 50-də 48. Bunda gəlin 2 ixtisar aparaq 25-də 24. Amma baxırıq cavabı onluq kəsirlə veribdir. 25-də 24-də onluq kəsirə çevirmək üçün sürətlə məxrəci 4-ə vurarıq. Bu da eləyər neçə? 0,2
%96, yəni A bəndi. Keçək növbəti sualımıza. %58 ortaq məxrəcə gətirməyinə yaza bilərsiniz. Buna aid səhv deyirəmsə yazdım. 59-a baxaq. Bir minus sin sayfa, kosin sayfa. Bunlar dursun. Gəlin buradakı tangens sayfanın əvəzinə yazaq. Sin sayfa bölünsün, kosin sayfa. Kosin sayfalar gedir. Üstə gələk 3 sinus kvadrat alfa saxlayaq. Plus 2. Bərabərdir. Burada alınır 1 minus sinus kvadrat alfa. 1 minus sinus kvadrat alfa bilirik ki, bizə nəyi verir? Kosinus kvadrat alfanı verir. Üstə gələk 3 sinus kvadrat alfa. Üstə gəl 2. Bərabərdir. Bunun ikisindən 3 ortaq vuruq alsam, yerində nə qalır? Kosinus kvadratı alfa üstə gəl sinus kvadratı alfa. Yəni, üstə gəl 2. Bunun da qiyməti 1 verir. 3-ü 1-ə vursaq, o 3 üstünə də 2 gəlsək, 5 almış olarıq. Altmış bundandır. Gəlin baxaq 61-ci suala. Bizdən istəyir tangens kvadrat alfa plus kotangens. Gəlin bunu çıxarılış kimi açaq. Deməli, tangens üstə gələk kotangens alfa. Tangens alfa. Kvadratı çıxaq. 2 tangens alfa vuraq. Kotangens alfa. Bu da bərabərdir. Tangens alfa plus kotangens alfanın qiymətini bizə veribdir. 4-dür. Kvadratı 16 çıx. Tangens alfa, kotangens alfa əsas trigonometri yeniliyimizdir. Qiyməti 1-dir. Cavab da eləyir 14. Aha. İndi baxaq, gəlin 62-ci suala baxaq. Yenə də ortaq məxrəcə gətirməklə eləyirik. Ortaq məxrəcimiz 1 minus kosinus x, 1 plus kosinus x-dir. Yuxarıda birincinin sürətini ikinci məxrəcinə vururuq. Yəni alınır sinus kvadratı x, çıxaq sinus kvadratı x, vuraq kosinus x. Üstə gələk sinus kvadratı x, üstə gələk sinus kvadratı x, vuraq kosinus x. Müsbət sinus kvadratı x, kosinus x islah gedir. Sinus kvadratın üstünə sinus kvadratı gələndə 2 sinus kvadratı x. Bu bizə müxtəsər vurma düsturu verir. 1 minus kosinus kvadratı x, bu da bizə verir sinus kvadratı x-i. Sinus kvadratı x-lar gedir, qalır 2. Baxaq növbəti sualımıza. 64. Sinus üstü 6 alfanın əvəzinə, əslində buna aid də baxdıq, buna da baxaq. Kubu yaza bilərik kvadratının, kosinus kvadratı alfanın kubu. Məqsədimiz burada kublar cəmi açmaqdır. Üstə gələk. Deməli, üstə gələk 3 sinus kvadratı alfa, kosinus kvadratı alfa. Çıx 1. Bərabərdir. Kublar cəmi açsaq, birinci mötərizə sinus kvadratı üstə gələk kosinus kvadratı alfa, yəni 1 verir. İkinci mötərizəni birbaş yazaq. Sinus üstü 4 alfa, üstə gələk kosinus üstü 4 alfa, çıx sinus kvadratı alfa,
vuraq kosinus kvadratı alfa. Üstə gələk 3 sinus kvadratı alfa kosinus kvadratı alfa minus 1. Bu da bərabərdir. Sinus üstü 4 alfa, kosinus 4 alfa. Bunları saxlayaq hələ ki. Sinus üstü 4 alfa. Bu mənfi sinus kvadratı alfa ilə müsbət 3 sinus kvadratı kosinus kvadratı alfanı toplasaq böyükdən kiçik çıxılır böyük işarəsi, yəni müsbət 2 sinus kvadratı alfa kosinus kvadratı alfa qalır. Plus kosinus üstü 4 alfanı burada yazım ki düsturu daha qəşəng görəsiniz. Kosinus üstü 4 alfa. Minus 1'i saxlayaq. Bu bizə verir nəyi? Muxtasar vurma düsturundan A plus B-nin mötərizə kvadratını. Yəni sinus kvadratı alfa üstə gələk kosinus kvadratı alfanın kvadratı minus 1. Bərabərdir. Mötərizənin qiyməti bizə 1 verir. 1-dən də 1-ini çıxsaq 0 yekun cavabımız olur. Baxaq. 65-ci suala da baxaq. Daha doğrusu baxmayaq, eləcə bunun düzbucaqlı üçbucaq qaydası olduğunu deyək. Tangens nə idi? Qarşı katetin bitişiyə qarşı 1-dir, bitişi 2-dir, hipotenusamız köytə 5-dir. Buna da uyğun kosinusu tapırıq. Bitişin hipotenuza nisbəti kimi. 66 da bundandır. 67-ci suala baxaq. Eyniliyin doğru olduğunu istəyir bizdən. Biz də bilirik ki, tangens alfa vurulsun kotangens alfa 1'ə bərabərdir. Yəni, hasil 1'ə bərabərdirsə, hökmən trigonometrik ifadələrin argumentləri bir-birinə bərabər olmalıdır. Yəni, yazmalıyıq 3a kvadratı, üstə gələk 5a, üstə gəl 8-i bərabər eləməliyik. 2a kvadratı plus 9a plus 20-yə. Gəlin hamısını bu tərəfə yığaq, kvadrat çənlik kimi sol tərəfə keçirdək. 3a kvadratından 2a kvadratını çıxsaq a kvadratı, 5a kvadratından 5a'dan 9a'nı çıxsaq mənfi 4a, 8-dən 20-ni çıxsaq mənfi 12 bərabərdir 0. Hasili mənfi 12 cəmi müsbət verən ədədləri tapaq. 6 mənfi 2. Bizdən nə istəyir? A-nın hansı natural qiymətində deyir bizə. Yəni, mənfi 2-ni atırıq. Cavab olaraq 6-nı götürürük. 68-ci sual bundan eyni sualdır. 69-cu sualda deməli, kotangensə veribdir. Düzbucaqlı üçbucaq qaydasından da eləyə bilərsiniz. Sadələşdirib də yaza bilərsiniz. Yaxşısı elə düzbucaqlı üçbucaq qaydasıdır. Gəlin, baxaq 70-ə. Tangens x vura, üstə gələ kotangens x-in. Gəlin, bunun hər tərəfin kvadrata yüksəldək bəri başdan. Tangens, deməli, x-in, tangens kvadratı x, üstə gələk 2 tangens x vuraq kotangens x, üstə gələk kotangens kvadratı x bərabərdir 9 yazırıq. Tangens vuraq kotangensin qiyməti 1'ə bərabərdir. Yəni, onda alırıq tangens kvadratı x üstə gələk kotangens kvadratı x bərabərdir. 9-dan da 2-ni çıxsaq 7-yə. Bu dursun. Gəlin görək bizdən nə istəyir. Yuxarıda kublar açaq. Tangens x çıxaq kotangens x. İkinci mötərizəmizdə deməli, tangens kvadratı x, üstə gələk kotangens kvadratı x, çıx, üstə gələk tangens x, kotangens x. Məxrəcdə də tangens x, çıx, kotangens x ifadəsini yazırıq. Məxrəclə sürətin birinci mötərizəsi ixtisar gedir. Tangens kvadrat plus kotangens kvadratı üçün 7 tapmışdıq. 7 üstə gələk. Tangensi kotangensə vursaq 1. O da eləyir neçə? 8.
Baxaq 72-ci suala. Tangens sayfa plus kotangens sayfanın bizə qiymətini veribdir. Yenə də bunu kvadrata yüksəldə bilərik. Gəlin kvadrata yüksəltsək, belə alarıq. Tangens kvadratı i alfa üstə gələk. Kotangens kvadratı alfa plus 2 tangens sayfa kotangens sayfa bərabərdir nəyə? 9-a. İndi bu yenə bizə 1 verir. Buradan tangens kvadratı alfa üstə gələk. Kotangens kvadratı alfa üçün 7 tapırıq. 7-ni aldıq. İndi bizə də veribdir ifadədə tangens kvadratı alfa plus kotangens kvadratı alfa. Bunun əvəzinə 7 yazaq. Çıxaq. 1 bölünsün. Sinus alfa vuraq. Kosinus alfa. Gəlin burada tangens alfa, kotangens alfa cəmini bir dəfə də sinus, kosinus kimi açaq. Sonra gətirib qiymətin yerinə yazarıq. Deməli, belə yazırıq. Tangens sinusun kosinusuna nisbətidir. Sinus alfa bölək kosinus alfa üstə gələk kotangens əksinə. Kosinus alfa bölək sinus alfadır. Bərabərdir nəyə? 3-ə. Orta məxrəcə gətirsək, kosinus alfa vuraq, sinus alfa da yuxarıda alırıq sinus kvadrat plus kosinus kvadrat, yəni 1 bərabərdir nəyə? 3-ə. Elə bizə də burada verdiyi ifadə həmin ifadədir. Yəni bunun əvəzinə yazırıq 3. 7-dən də 3-ünü çıxsaq alırıq. Yekun cavabımız da 4. Baxaq 73-cü suala. Deməli, burada kvadrata yüksəldib açmazdan qabaq 7 vuraq. Kosinus 2 alfanı kosinus kvadratı alfa çıxaq, sinus kvadratı alfa. Kosinus 2 alfanın düsturu ilə açsaq. Gəlin burada düstura baxaq. Kosinus 2 alfanın düsturu kosinus kvadratı alfa çıxaq, sinus kvadratı alfadır. Yəni bunu da belə yaza bilərik. Kosinus alfa çıxaq sinus alfa, kosinus alfa üstə gələk sinus alfa. Kvadrat bərabərdir. 7 dursun, vuraq. Kosinus alfa çıxaq sinus alfanın yerinə yazaq. Neçə? Kökdə 7-də 2-nin. 7-nin kvadratı gəlin kvadratları da açaq. Bunun qiymətini yerinə yazdıq. Vuraq. Kosinus alfa üstə gələk sinus alfanın kvadratı. Bərabərdir. 7-nin kvadratı elədir 49. Vuraq. 7-də 4. Vuraq. Bunu da gəlin açaq. Kosinus kvadratı alfa üstə gələk sinus kvadratı alfa üstə gələk 2 sinus alfa kosinus alfa. Bərabərdir. 49 ilə 7 getdi. 7, 7 dəfə 4, 28. 28 vuraq. 1 üstə gələk. Bildik ki, kosinus kvadrat plus sinus kvadrat bizə 1 verdi. 2 vurulsun. Gəlin gedək sinus alfa vuraq, kosinus alfanın qiymətini tapaq. Bunun üçün də nə edirik? Bizə verilən o ifadəni sinus alfa çıxaq kosinus alfanın hər tərəfini kvadrata yüksəldirik. Birbaş yazıram. Sinus kvadrat alfa plus kosinus kvadrat alfa çıx 2 sinus alfa kosinus alfa bərabərdir nəyə? 7-də 4-ə. Buradan bizə bu ifadə 1 verir. 2 sinus alfa kosinus alfanın da qiyməti bərabərdir nəyə? 1-dən 7-də 4 çıxanda 7-də 3-ə. Gəlin elə burada bu ikini silək. Deməli, burada 2 sinus alfa kosinus alfanın əvəzinə yazaq. 7-də 3 bərabərdir. 20 4 dəfəm 28. 28 vuraq. 7-də 10. 7 ilə də gedir 28, 4. 4 dəfə 10-umuz da 40. Yəni, yekun cavabda alırıq 40. Keçən növbəti sualımıza. Deməli, bizə deyir ki, 4 bölünsün
sinus x bərabərdir 2 kökdə 5 bölünsün kosinus x. O da bərabərdir a-ya. Bizdən nə istəyir? A-nı istəyir. Gəlin bunu belə eləyək də. Kosinus x-i vuraq sürətən. 4-ə də hər tərəfi bölək. Belə deyək də, gəlin çarpaz vuraq. 4 kosinus x bərabərdir 2 kökdə 5 sinus x. Belədirmi? Aha. İndi buradan hər tərəfi sinus x-a bölürəm. Sinus x. Alınır nə? 4 dənə kotangens x bərabərdir 2 kökdə 5-ə. Buradan kotangens x-i tapsam, kotangens x də bərabərdir 2 kökdə 5 bölünsün 4-ə. 4 ilə 2 gedir, yəni 2 də kök altda 5-ə. Kotangens x-i tapdıq. A nəyə bərabərdir? A bərabərdir 2 kökdə 5 bölünsün kosinus x-a. Gəlin kotangensdən kosinusu tapaq düz bucaqlı üçbucaq qaydası ilə. Deməli, kotangens x bitişik katetin qarşı katetə nisbətidir. Deməli, bitişiyimiz kökdə 5-dir. Qarşı katetimiz 2-dir. Kvadratları cəmi eləyir. Kökdə 9, yəni 3. İndi bizdən istəyir nəyi? A-nı. Yazıram. 2 kökdə 5 bölünsün. Kosinus x. Kosinus nədir? Bitişiyin hipotenuza. Kökdə 5 bölək 3 bərabərdir nəyə? A-ya. Kökdə 5-lər gedər. A da bərabərdir. 2-ni 3-ə vurarıq. 6. Tapmış oluruq. Ətraflı yazılı cavab tələb edən tapşırıqlardan baxaq. Deməli, tangens kubu alfa plus kotangens kubu alfa əslində buna aid dedik. Burada da birini deyək. Tangens kubu alfa üstə gələk. Kotangens kubu alfa üçün kublar cəmini tətbiq eləyək. Yəni, tangens alfa plus kotangens alfa. Alfa indi tangens alfanın kvadratı. Üstə gələk, kotangens alfa kvadratı, çıx, tangens alfa, kotangens alfa. Bərabərdir. Tangens alfa plus kotangens alfanın qiymətini veribdir 3-dür. Tangens kvadrat alfa plus kotangens kvadrat alfaya gəlin burada da çıxarılış tətbiq eləyək. Tangens alfa plus kotangens alfa kvadratı çıx 2 tangens alfa vuraq kotangens alfa. Bir dənə də çıx tangens alfa kotangens alfa. Bərabərdir. Tangens alfa plus kotangens alfanın qiyməti bizdə 3-dür. 3 vuraq 3-ün kvadratı 9 çıxaq. Tangensi kotangensə vursaq 1 eləyər. Tangensi kotangensə vursaq 1 eləyək. Mənfi 2 çıx 1, yəni mənfi 3. 9-dan 3 çıxsaq 6, 6 dəfəm 3-üm 18. %76 bundandır. 77-ci suala baxaq. Deyir ki, bizə tənliyin kökləri sinus alfa, kosinus alfa olarsa. P-nin hansı qiymətində? Gəlin əvvəlcə bu tənliyi çevrilmişə çevirək ki, köklər haqqında danışa bilək. Bilirik ki, çevrilmiş kvadrat tənlik x kvadratın əmsalı 1 olmalıdır. P bölək 8, yəni onda hər tərəfi 8-ə bölürəm hədbəhəd. Çıxaq 3 bölək 8 bərabərdir 0-ı 8-ə bölsəm 0. İndi köklərimiz sinus alfa, kosinus alfadırsa biz bunu bilirik ki, kosinus alfa üstə gələk sinus alfa bərabərdir əks işarəli ikinci ədədin əmsalına, yəni P bölək 8-ə. Sinus alfa vuraq kosinus alfa bərabərdir mənfi 8-də 3-ə.
Gəlin bunun hər tərəfini kvadrata yüksəldək. Birinci ifadəmizin. Onda nə alırıq? Kosinus kvadratı plus sinus kvadratının əvəzinə 1 yaza bilərik. Gəlin elə birbaşa yazaq. 1 üstə gələk 2. Sinus alfa kosinus alfanın qiymətinin yerinə öz qiymətini yazaq. -8-də 3. Bərabərdir. P kvadratı bölək 64-ə. 2 ilə 8 gedər 4. Mənfini müsbətə vursaq mənfi. 1-dən 4-də 3-ü çıxsaq 4-də 1 bərabərdir. P kvadratı bölünsün 64-ə. 64 ilə 4 gedir 16 qalır. P kvadratı 16-dırsa P-nin özü də plus minus 4-dür. Ancaq bizdən nə istəyir? P-nin hansı müsbət qiyməti deyir deyə mənfini götürmürük, ancaq müsbət 4-ü götürürük. Bugünlük də dərsimiz bu qədər. İnşallah növbəti dərslərdə görüşənədək.